Herkese salam dostlar, hər vaxtınız xeyirli olsun. Ramazan bayramı münasibətilə bu videonu izləyənlərin hər birisini səmimi qəlbdən təbrik edirəm. Bayramınız mübarək olsun. Dostlar, keçən paylaşdığım videoda Kral Empire ilə qrupman testləri eləyəcəyimi demişdim. Sadəcə vaxt etibarilə biraz uzun oldu. Mən videonu çəkdiyim zaman demişdim ki, sabah. Yəni qrupman testləri olacaq. Biraz vaxt etibarilə biraz uzun oldu. Üzürlü hesab eləyəsiniz. İnşallah ki bugünkü gün qrupman testlərin eləyəcəm. Videosunu çəkəcəm, paylaşacağım. Bütün dostlarımız yəni baxa bilərlər. Hamıya xoş izləmələr deyirəm. Və keçək testimizə. Demək dostlar, mən əvvəl bu güllələrlə bir test elədim. Bu 1,04 qramlıq bu lülədən yaxşı uçmadı. 0,67 qramlıq Spoton da uçmadı və 1,05 qramlıq CSB-nin də gülləsi bu lülədən yaxşı uçmadı. Ona görə bunları ayırıb qoyuram qırağa. Bu lülədən yaxşı uçdu. 1,20'nin 4,52'si 1,20 qramlıq slag və bu da Hatsanın 0,67 qramlıq pelletləridir. Və bu qəşəng uçdu bu lülədən. Demək dostlar, slagla test eləyəndə telefonu qoymuşdum hədəfin yanına. Pelletlə test eləyəndə yadımdan çıxdı, ora qoymadım telefonu. Amma orada da qrupman indi gedib göstərəcəm. Bir də onu deyim ki dostlar, burada pelletin arxalarında çoxsunda əyri var. Bunu bunun içərisinə atmaq düzdür. Bunu tullamaq lazımdır. Yəni burada əyrilər çoxdur. Diqqətlə baxsaq, çoxsunun arxası əyridir. Bax bu da əyridir. Buna baxaq görək. Bunda da biraz əyrilik var. Bunda da əyrilik var. Bu əyri olanlar heç vaxt düz uça bilməz. Bu əyri olanlar qrupmanda yəni təsirini göstərir. Atırıq kimi hesab eləmək olar. İndi gedək qrupmana baxaq. Demək dostlar, məsafəmiz 30 metrdir. Slagla atanda videonu çəkmişdim, telefonu qoyub bura çəkmişdim, amma pelletdə yadımdan çıxdı, telefonu qoymadım. Burada deməli 4, 5, 6 atış var burada. 6 ədəd atış var. 3 dənəsi buradadır, biri buradadır, ikisi də bilinir hardadır. Deməli qrupman olaraq hesab eləsək, deyək ki qrupman budur. Bunu atırıb hesab eləyək. Çünki pelletlərin arxasında çox sayır olur. Elə bu da yəqin ki ayır olar. Nə oldu? 4 dənə güllə bir yerə dəydi, 2 dənəsi kənara dəydi. Bu şey silahdan yox, güllənin problemindəndir. Yəni güllələr əyridir. Amma qrupman yenə də yaxşıdır. Bax bu 3 dənəsi bir deşikdən keçib. Belə.